bələdiyyə sənədini necə almaq olur deyib üz tutduq Hökməli bələdiyyəsinə. Alıcı kimi yaxınlaşıb nə az nə çox 5 sot torpaq almaq istədik. Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs tənbəllik etmədən bizlə satışda olan torpaq sahəsinə kimi gəldi. Burada bir dənə 506 belə yer var. Aha. Yaxşı yerdir. Bələdiyyə sənədi verir. Var, sənədlər də var, qeydiyyatlar da var. Burada burada görürəm. Qazı suyu işığı var. Yox, olmur onlar. Qaz suyu işıq elə ev yoxdur. Ev olandan sonra amma buradan çəkmək olur da. Adı qanun verir də, indi çıxarış istəyirlər. Başa düşdün, çıxarışa da indi hazırlaşırlar ki, versinlər. Layihədir. İlkin layihə. Sonra şeyləri vurulub torpaq komitəsindən. Kadastrından Vurulub hər şey var. Sonra böyle portalına qoyulub, sonra da çıxır ki, buradan kəsin burada. Belə maşın çıxmır. Buranın neçə edirlər? Buranın 8-ə deyil, amma onunla mənim bir dənə söhbətim var. Ona həll edin, ucuzluqsını verəcək. 38 lira. Aldıq buranı tutalım ki, səhər bir gün başqa bir qurum gəlməyəcək ki, 5.000 bizə verdik, 3.000 bizə verdik. O tikmək başqadır. Sağ olsun, tikintini necə tezləşdirə biləcəyimizi də izah etdi. Yox, indi əsas bir də bax, belə bir dənə tikliyi istəyirsin. Üstün bunu sonra yavaş-yavaş. Bir başladım, ondan sonra da kimdə Beləcə, ASTV xəbər olaraq az qala sənədsiz 5 sot torpaq sahibi olurduq. Sən demə, hər şey bu qədər asan imiş. Məsələ ilə bağlı Abşeron rayonu icra hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, sorğumuz aidiyyatı şöbəyə yönləndirilib. Araşdırıldıqdan sonra bizlə əlaqə saxlanılacaq.